Kim olub? Lirikanın çörən arasında yiyən o da hələ. Bu kabraları silmə. Heç olmazsa bir dəfə udarıq, gələndə də udarıqdır. Obyektiv deyəndəki 51 dəqiqə qapıya zərbə yox idi. Nə obyektivi? Bu heyətlə daha hücuma meyilli bir məşqçi lazımdır. Yaz divara bunu. Yusuf səndə də yoxdur. Səndə də deyil belə bax. Oyunçu meydanda tək başına heç nə edə bilmir. Əgər bu Messi deyilsə. Meydanda bir şey göstərə bilmədim mətbuat konfransında şov verib. Amma dayaq yanım bu dəfə üçün heç deyildi amma baxa. Analiz videosu gələcək oyun haqqında. Hə. Kaş İraoğlu həmin videoya baxar. Daynanay. Bam bam. Getdi. 10 manatı Ziya 5 manatını vurdu. 5 manatın gəldi vurmuşdu, 5 ilini vurdu. Rudik can, davay. Sabri. Sasırıdotsa nə deyirlər? Zavadi Şarbanko. Necəsiz dostlar? Normal. O Azərbaycan derbisinə özel full sastav gəlmişik bu gün. Necə idi Azərbaycan? Başqa uşaqlar çağırdıq, gəlmədilər. Qeyri-iş günüdür. Adam çox idi. 100-cü Azərbaycan derbisi. Bu Azərbaycan derbisi sonradan qoyulmalıdır. Əvvəldən var idi. Azərbaycan derbisi. Əvvəl məsəl üçün Neftçi Xəzər Lənkəran idi. Neftçi həmişə var idi, yəni. Derbidə. İnşallah gəlib gəlir. Bildiniz. Bağışlayırız. İndi də vardı, adda vardı. Ya, Yox ki bir şeydi Poliyada, amma Yox, neysə. Söhbət imlə derbidən gedirsə, Neftçi həmişə olur da, həmişə arada derbi. belə, Yox, arada belə deyil, indi okey, Neçə deyil. 10 ildən sonra bilinmir Qarabağ ardı. Allah 10 ildən sonra danışarıq. Daha yaxşı olacaq. 10 ildən sonra danışarıq. Yəni açığı danışaq, biraz obyektiv olar. Yəni okeydə biz Neftçənlə Neftçi arasında keçib. Obyektiv deyəndəki 51 dəqiqə qapıya zərbə yox idi. Nə obyektivi? Gəlin 100 oyunun statistikasını oxuyum sizin üçün. Davay. Deməli 100 oyuna 46 qələbə Qarabağdadır. 23 qələbə Neftçidədir. 31 qələbə də 31 dənə də bərabərlik Bax var. indi sənə deyim. Yəni mən futbolkanı dəyişimdə burada. 2014-cü ildən bu yana saysan, Hadi. o 100% əminəm ki, o hardasa 23 idi, bəlkə də 46 oldu da. Yo doğrudan son 18-ci oyunda Neftçi udmur. Hə də udmur ya. O son 18. Amma 2014-dən bu yana 100% mən əmin edirəm ki, Qarabağ Reski getdi qabağa. Dəqiq son 18. Son 18, dünən 17 idi, dünən Neftçi 2 çempion 18 olanda. müəllim. Yo 18, Axırıncı dəfə çempion yo, oldu da. ildə 4 dəfə oynayırdılar. Hə. Kubok zat da var idi orada. 18 oyun udmur Neftçi. Yəni bir ağırçıdır. Ona görə 100 dənə derbi olub da. Mən həyatımda ilk dəfə Azərbaycan Premyer Liqasının oyununa baxdım 27 ildə. Yəni açığı baxmasaydım da olardı. Bəyəndin? Yox, Neftçi Qarabağ tək qapı oynayır. Nəyini bəyəndim? Yox, o rəqabət yox idi. Tək qapı da deyildi. Tək qapı harada gördün? Var idi üstünlük Qarabağ, amma tək qapı da deyildi də. Taktik oyun geyirdi orada. Neftçi yəni orada qola qədər oyun geyirdi. Neftçi bir dənə moment gözləyir ki, nəsə bir dənə hızlat olur, bir dənə moment oldu orada 1-0-dan sonra səsi davam edirdi. Yəni onu gözləyirdi də. Amma o penalti sadəcə olaraq biraz o belə oyunda penalti olanda Penalti var idi. Var idi. Yo penalti var idi. O Tupoy 10 nömrə o Pico, Freddy Vargas. Sən 10 nömrəsən, sən zaçda da nə gəzirsən? O da Freddy Vargas tutub deyirsən də kimə deyə Neftçidə? Onda o birisi nədir? Ən yaxşı Onlar oyunçusu. Neftçi ən yaxşı futbolçusu Yox, Vargasdır. ən yaxşı futbolçusu Vargas hələ təzə gəlib, hələ ki tam öyrəşməyib. Hələ lider ola bilməyib. Ona görə də hələ vaxt lazımdır bu komanda üçün ki, oturuşmuş bir heyət olsun, bir belə deyim də, legionerlər gedir, onların yerinə digərləri gəlir. 6-7 aydan bir 10 nəfər gəlir, bir 10 nəfər də çıxır gedir. Vargas da təzə gəlib, Vargas səndə inan var ki, Vargas növbəti mövsüm keçməyəcək başqa kluba Neftçidə. Məndə məsələn yoxdur. 100% səndə də yoxdur. Səndə də deyil belə vaxt. O sadəcə sən qulaq asır biraz. Vargasın adını deyən görmüşəm. Psixologiya. Yox, zarafatsız yox. Əslində bu Neftçinin bu heyəti əladır. Yəni həqiqətən bu heyətlə oynamaq olar. Sadəcə Samir Abbasov məşqçi olmamalıdır. Yəni başqa məşqçi olmalıdır. Çünki dünən sən deyirsən ki, elə bir tək qapı oynadı. Yəni prosta məşqçilərin fərqi görsəndi də, yəni Yox, heyətdən qurbanı. Yox. Yenə də deyirəm ki, bu oyunçular həmin Qarabağ oyunçularından 1-2 nəfərə çıxmaq şərtində o dərəcədə, aşırı dərəcədə, yəni kiçik deyildi. Amma Qarabağ rotationdan çıxmışdı oyuna. Həm də rotationdan. Amma Qarabağın rotationunda sən bax Yankovicin yerinə oynayan Kriso idi. O Kriso əcdağa idi. O mən 100% əmin edirəm ki, məsələn Yankovic olmayan müddətdə Polonun Çempionlar Liqasında oynatmaqla çox yaxşı oyunçudur. Krisonu ver Samir Abbasov və Kriso olacaq bədəl. Kriso. Zarafatı gözləyirdi. İkinci golda. Hamıyı. Və birinci golda lazımsız penaltidir. Yəni biz əgər oyundaydı, mən Samir Abbasov demirəm ki, pis məşqçidir. Samir Abbasov Neftçinin son çempion etmiş insandır. Samir Abbasov yaxşı məşqçidir. Sadəcə bu heyətlə daha hücuma meyilli bir məşqçi lazımdır. Məsələn, Elmar Baxşıyev.
Mən elə görürəm. Elmar Baxşıyev daha yaxşı olacaq bu heyətlə. Ya da məsəl üçün hələ ki bir dəfə demişdik ki, Rəşad Sadıqov ən azından kontrataka futbol oynayır. Düzdür, 90 dəqiqə müdafiədə oturur, amma hərdən bir kontraya çıxır və nəyisə qazana Ayxan bilir. Abbasov. Hərdən bir zor yetişir. Ayxan Abbasov indi milli falan ora bura, ona görə də biraz Şamaxı da var da. baxma da bura, Şamaxı milli okey, amma Neftçi milli oje biraz qoy millidə olsun. Millimizdə normal məşqçi olsun, Ayxan Abbasov elə millidə qalsın. Neftçidə məncə indi ən belə də optimal bu heyət üçün optimal məşqçi mənə görə Elmar Baxşıyevdir. Plus da qollara baxsaq biz, yəni Qarabağın üstünlüyü var idi. Neftçinin yaratdığı bütün momentdə sadəcə hansısa bir belə ya künc zərbəsi idi, ya da ştrafnoydan vurdular. Standart vəziyyət, ikinci mərtəbə. O da şeydə Şalino idi də, Amma yəni prosta hər iki çıxartdı. gol məsələn Neftçinin sırf Neftçinin səhvləri. səhvindən. Mən də onu Sırf Neftçinin Mən onu səhvindən. gətirirəm ki, yəni dominasiya Özü belə Qarabağda var xırda idi. səhv idi. Yəni ikinci gol Bədalov nə edə Xırda səhv deyil, bu böyük səhvlərdir. Bədalov nə edə? Hətta bu individual Yəni böyük. orada bir dənə də qapçı səhv eləmişdi. Bu böyük Götdü pasını verdi. qapçı heç onu Ya, onu çıxartdı vurmadı. da. Sonra Onu onu vurmadı. vurmadı. Qapçı Yeri gəlmişə qapçı temasına qayıdaq. Bu Kənan Piriçdir də, yəni Antalyaspordan gəlib, Türkiyə Süper Liqasında oynayıb və Bosniya yığmasına da çağırılır bu insan. Sən də Rıza Cəfərov ola sən niyə legioner qapçısını gətirsən? Hansı ki belə vəziyyətlərdə səni xilas eləmir. Mənə çatmır da bu. İndi Rıza Cəfərov yazıb qalıb zapasda, onu başa çıxmaq getmək istəyir başqa yerə. Ümumiyyətlə ən pis odur ki, yəni 2 dənə Grand klub çıxıb Azərbaycan Premyer Liqasını və ortalıqda 4 dənə Azərbaycanlı oynayırdı cəmilə. Problem gəlin biraz bundan başlayaq da. Yəni o da orada şey oynayırdı. Orada oynayırdı Şahrutin, Bir də Şəhrüddin pasportu daşıyıcısı. Toral Bayramov. Toral Bayramov. Bu da Emin Mahmudov, Bədalov. Nərman da var. Mən Nərmanla şey sayırdım ancaq. Turalı sayırdım. Ancaq onları sayırdım. Elə Elvin Cəfərquliyev də yox idi. Yəni rotasiya eləyib Qarabağ və Qarabağ yəni Azərbaycan çempionatında ümumiyyətlə Qarabağ nə bilim 6 nəfərlə çıxsa hamını udar. Dedim ki, Qarabağı o həmin Dani Bolt deyək, hansı ki Qardaşım yenə o Dani Boltlar, falanlar, yəni ver Neftçiyə, ver Şamaxıya, orada Dani heç də Bolt olmayacaqlar. son transferdə Qarabağın bütün transferini götürsə, Dani Bolt bəlkə ən zəif transferdir. Amma yenə də Dani Bolt dünən partladırdı da. Görə Azərbaycan Premyer Liqası nə gündədir də. Və Problem burdadır. Məşqçi impakti də var da. Samirin demək istədiyi odur ki, bu Məşqçi impakti sıradan futbolçu gəlib Qurbanov onun nə səviyyəyə çatdırır? Ya da ver bunu Samir Abbasova nə edəcək? Addaya gələndə, Adday arası bir 6-7 ay oynamırdı. O İspaniya La Liga gəlmişdi. Ponferradinadan gəlmişdi. O yəni oynamırdı. Yəni Adday təzə gələndə dedilər ki, bu nədir lan? Bu kimdir lan? O Adday indi əməli başda oyunçu oldu. Qurbanov. Yox, Qurbanov başa düşürəm Qurbanov. Ancaq odur. Amma ondan başqa da Samir Abbasovun taktikası bilirsən nə idi? Biz çıxırıq 0-0-a. Saxlayırıq 0-0-ı. Alınsa zor, nəsə tudası. Penalti sonra qışqırdı Elçin Məsivin üstünə ki, "Ala belə oyunda belə penalti vermir." Elə press konferansiyada ki, o penalti deyil. Belə oyunda belə penalti vermir. O nə şeydir? Yox, dedi ki, məsələn Zirənin oyunda o penalti. Ya o deyir ki, bizə qarşı haqsızlıqlar olub. Amma o belə deyir ki, yəni belə oyunda penalti vermir. Belə penalti verməzlər. Yəni çox düzgün olmayan Plus da Brad, yəni birinci time 0-0 bitdi, okey. Amma ikinci time-də gəldi biraz Samir Abbasovun üstünə çox getməyək. Yəni ikinci time-da artıq Mahmudov oynaya bilmirdi. Ehtiyat oyunçulara getdi, zamen oldu. Yəni dəyişdi onu, o da məcburən dəyişdi. Bəlkə də onu dəyişməsəydi, ikinci time-da bəlkə başqa bir Neftçi görə bilərdi. Amma birinci time-da heç olmasa Neftçi 2-3 pasla mərkəzi keçməyə çalışırdısa, ikinci time-da ümumiyyətlə yox idi da. Sənin cınaqlarda Abubakara kömək eləməlisən. Abubakar orada yaş topu götürdü məsələn. Sağa sola baxır. Yəni normal Patkuçeni eləyən də yoxdur səndə. O Falarin Sako var ya, hansı ki Montpellierdən gəlir. Allah bütün oyun mənasız qaçdı sağa sola. Normal bir yana ötürmə eləmədi. Qardaşım çünki bu məşqçi problemidir. Mən deyirəm ki, Samir Abbasov belə futbolçularla gələn keyfiyyətli oyunçudur məşqçi problemi ola bilər. Bu Falarin Sako hansı ki Lig 1-dən gəlib bu oyunçu. Hə də, yenə individual iş eləsin. Individual eləsin də heç olmasa normal bir ötürmə eləsin. Abubakar heç olmasa nəsə çalışsın. O da heç bir yana da ötürməsi çatmır. Neftçinin cınaqları dayanmadan boş-boşdan ancaq qaçırdılar. Bu da məşqçi problemidir. Məşqçinin düzgün taktikası verməməsi problemi. Düzgün Plan B oyunçularda olmalıdır. Oyunçu olmalı yox. Bu Falarin Sako bir sənə görə ondan yapışmışam. Sən Bədalovla desən ki, Bədalovdur belə oyun göstərməli. Digər sənlə razılaşırsan ki, hə, Bədalov yanında görməyim belə. Abubakar nə edir? Abubakar heç nə. İki baxmışdı. Çünki Pantesko yox idi. Meydanda 22 nəfərdən ən ustası, ən yaxşısı Abubakar idi. Yenə işin. Çünki məşqçidir Brad. Oyunçu heç nə həll eləyəmir. Yaşlı adam nə işin var ya ondan səndə? Yox, yaşlı demirəm, hamıdan yaxşı deyirəm. Yaşlı adamdır deyirəm, nə işin var? Nə işin söhbəti Brad? 33 yaşı var olar. 91-dir ki ya. Qardaşlar, 92. Pasportda. Pasportda belə bəlkə 85 saat. Xaric özü pasport. 81. Brad, mən sizə deyirəm, oyunçu meydanda tək başına heç nə edə bilmir. Əgər bu Messi deyilsə.
Yəni o birisi oyunçular istər Yazdı var bunu. Lüboy səviyyədə Burada yazarsan. Lüboy səviyyədə oyunçuya yaxşı taktiki düzülüş lazımdır, yaxşı məşqçi lazımdır. Hansı ki deyirsən ki, qaqaşdan orada duracaqsan. Abubakar bütün oyunu bir dəfə də mən Abubakara mərkəzdə görürəm. Çünki Abubakar bilirsən mərkəzdə niyə durmurdu? Çünki top çatmırdı. Abubakar oraya gedirdi, ya küncə gedirdi, ya aşağı düşürdü. Mərkəzə tərəf gəlirdi. Hə. Ya aşağı düşürdü ki, Allah qaqaş mənə top verin də. Orada bir moment yarandı. Qarabağ futbolçusu topu uzaqlaşdırmışdı. Abubakara dəydi, asist oldu, az qalmışdı. O da harasa vurdu da, непонятно da. Frezidə. Hara gəldi, vurdu. Yəni belə şeylər var ki, yəni Samir Abbasov yaxşı məşqçidir, amma Samir Abbasovla yəni sən çempion ola bilərsən də, yəni 10 ildən bir belə bir şey ola bilər. Qarabağ olmasa o liqada. Belə baxanda, Qarabağ belə olmasa o baxanda, liqada. ümumiyyətlə bu ilki çempionat hələ ki maraqlı gedir. Çünki Qarabağdan başqa da digər klublar hələ ki xod yox. Neftçi də çox da pis deyil. Neftçi neçə tur uduzmurdu ilk məğlubiyyətidir 6-7 turdan sonra. Yəni Neftçi də tam qopmur mübarizədən. İndi inşallah Hansı mübarizədən? İkinciliyi oranda. Hə, ikinciliyi oranda. Avrokuboklar, hələ ki Avrokubok deyək. İndi baxa görək də sezonun ikinci yarısında nə vəziyyətdə olacaq həm Neftçi, həm Qarabağ. Amma yenə də çox böyük bir fərq var da, yəni komandalar arasında. Mən Samirin dediyini oradan razılaşıram. Çünki mən özüm də onu müşahidə edirdim. İndi əgər müəllif haqqı problemi yaşamasaq, görüntüləri də burada verəcəm. Cinah və Abubakar desənim, məsəl üçün Abubakar rəqib cərimə meydançasında uyğun vəziyyətdə olanda Cinahlar yerində deyil. Cinah pas ötürmək üçün uyğun vəziyyətdə olanda çıxa bilmirdilər. Abubakar lazımlı yerdə deyildi. Bu da taktik problemdir. Məşqçi o tayminqi uyğunlaşdırmalıdır məşqçi. Cinahları Mustafa Sekti hansı ki Romanın yetirməsidir. Florian Sakov hansı ki 4-5 mövsüm Lig 1-də oynayıb da. Yəni zəif şey deyil də, belə deyim. CV zəif deyil. Əlbəttə deyil CV. Yəni burada sırf lateraldır da bu adam. Bu adama nə lazımdır? Allah tez bir Stenka, tez bir dənə Cinahla qaçsın. Özü də orada Toral'la Falarina idi. Sonra da Falarin Elvin Azadla at kimi qaçırdı bu insan. Sən bu oyunçuları qurban ver. Hə, gör nə olur, mən də elə onu. Gör Vargas'dan nə edəcək? Təsəvvür indi amma tədricən eləyəcək də. Sırada yox. Tədricən Adda necə olur? Bir ilə çünki yox, Qurbanovda Harry Potterin çubuğu yoxdur ki, birdən nəsə olsun da tədricən işləyir də o. Samir Abbasovda da o yoxdur da. Bu tədrici gözləyin də. Yox, Samir Abbasov heç bir oyunçudan ulduz eləməyib. O nə deyir nə? Hə, eləməyib. Eləməyib də. O şeydi yoxdur. Samir Abbasovda o xüsusiyyət yoxdur ki, mən asıl məsəl üçün ziyanı götürüm. Ziyanı heç kim tanımır. Nə ekstra bir Samir Abbasov. Samir Abbasov heç istəmir. Samir Abbasovun bacardığını qoyur. Martın 22-si. Yox, nə vaxt amma bilinmir də vaxt. Demişdi əvvəlki nə vaxt qayacaq? Demişdi Martın 22-si amma ili deməmişdi də. Hansı ilin Martın 22-si bilən yoxdur. Ancaq özü bilir. Burada söhbət o söhbətdir ki, Neftçinin heyəti indi çox yaxşıdır. Həqiqətən Qarabağdan sonra bəlkə də bəzi pozisiyalarda Neftçinin heyəti daha yaxşıdır. Sabah dirəşə bilər. Yox. Neftçinin heyəti Sabahla qat-qat üstün heyətdir. Sabahın məşqçisi gəlsə Neftçiyə normal rezultat verər. Ola bilər hə. Çünki oyun da var. Yes. Yəni bu mənim Avropa təcrübəsi var bu insanda. Vadizdən Bravskasa deyirəm də mən. Məsələn onun köməkçisi Christian Sivaros. İndi getdi Sevilla, Fiorentina. Yes. Köməkçi. Yəni bu bizə nədir? Azərbaycan çempionatından Avropanın top 5 ölkəsində gedir adam. Fiorentina. Doğrudan səviyyədir. Hansı ki Fiorentina bir dəqiqə 20-ci yerdədir. Ona görə bunu çağırıblar ki, çıxar. Spartak elə. Amma Vanolinin köməkçisi kimi getdi. Mən maraqlı budur. Vanoli onu necə tanıyır? Tanırlar, məşqçilər bir-birini tanıyırlar da burada. Şivyazlar var da. Agentura işləyir. Mən çox istərdim ki, Elmar Baxşıyevi görüm. Elmar Baxşıyev belə ki, arazida uğurludur, ona görə də məncə qalacaq. Qurban Berdiyev. Qurban Berdiyev də qocadır da artıq. Qurban Berdiyev yenə 90 dəqiqə müdafiədə oturur. Hücuma çıxmır. Turan Tovuzov oyunu baxmısan sən? Normal oyun yoxdur. Turan Tovuzda oynayır da indi okeydə Turan Tovuzda oynayır. Nəysə gəlsin təzədən bura gəlsin. Yox, deyirəm ümumiyyətlə. Turan mən sən başa düşmürsən mən nə demək istəyirəm. Bax Turan Tovuzdur, nə bilim Araz Naxçıvandır. Bax onların heyəti Neftçidən qat-qat zəifdir və onlarla sən hansısa belə də müdafiə olunmuş futbol oynaya bilərsən. Amma Neftçinin bu dünənki gördüyüm heyət, yəni bunlar müdafiədə oynaya bilmirlər. Bunlarla ancaq hücum. Neftçidə 2 dənə müdafiəçi var ki, hansı ki bu mövsüm Kalan top itkisi və onlara görə gol vurulub. Bədalov 100%. hansına ki milliyə çağırırlar. Mənim bir dənə yaxşı oyun oynadı, yəni Fransaya qarşı. O da yəni Fransansı 3 dənə doldurdu bizə. Yəni mənə çatmır. O müdafiəçi həmişə zəif idi. Yəni o Neftçidə də başlamışdı öz karyerasını. Sonra keçib digər klublara Sumqayıt, Zat püxtələşib tutasuda. Mən halbuki bir dənə maraqlı istoriya danışıb, bir tanış yoldaş hansı ki Azərbaycan futboluna çox yaxından bələddir və işləyib də. Deyib ki, Neftçi oynayır Apollo ilə səfərdə. Neftçi birinci Bakıda oyun olub. O Avroliqa qrupasına çıxıblar da. Deyir ki 2-0 uduruq. Şimdi Neftçi udur. Deməli
ya da 2-1 yaddan çıxdı. O üçün oyun bizim əlimizdədir və orada Flavinho Gilza deyirlər böyük ağaya da deyirlər ki, "Ay sən qarışma oyuna. Hər şey yaxşıdır da, heç kimə salmadı oyuna da. Normal gedirik, narahat olma, çıxardacağıq da." O üçün bu deyəsən 3-1-dir Flavinho da vurub. Qırmızı alıb Neftçi axırıncı dəqiqədə. Reşko Bədalovu çıxardı 5-ci zaçnik. Oğlum nə Flavinho ya sən bunu niyə salırsan? Oğlum Bədalov çıxan kimi bir dənə непонятный pas, perixvat az da ştan qazat ora burada. Demək ki, çıxardım da bunu da eləyəcək də yəni bu adam. Ona görə də yəni Bədalov o vaxtdan, yəni mən bilirdim ki, bu adamın maksimum budur da. Dünənki bu nə idi sən zannet? O podkast deyəmə belə şey. Nefti niyə onu alır? görmüşəm. Mənim maraqlıdır ki, Nefti niyə belə oyunçulara Murad Xaçayev hansı ki Sumqayıtdan alınıb onunla bir yerdə zapasda oturub. Nə almısan bu adamları? Amma bu Igor Ribeiro Araz Naxçıvanda oynayıb görmüşük də. Yəni sənin üçün o adam lazım deyil. O Araz Naxçıvanda yaxşı oynaya bilər. Neftçi üçün o lazım deyil. Ləngdir. Ya da nə bilim, ala belə oyunçu gəlməməlidir də Neftçiyə. Oyundan sonra Samir Abbasov düzdür meydanda bir şey göstərə bilmədi amma mətbuat konfransında şov verib ha. O həmişə şov göstərir. Əla idi. Açıqlama Mənim ver. xoşum gəldi mətbuat konfransı. O da zomadı bilirsən. Oyundan çox mən mətbuat konfransı xoşuma gəldi. O mətbuat konfransları da həmişə belə yaxşı keçir. Oyundan sonra açıqlama verib ki, bu gün stadiondakı azarkeşlərin hamısı deyir Qarabağın Yox, amma nəticələrinə görə azarkeş yox. baxımından indi bütün meydandakı bütün parametrlərdə Qarabağ Neftçini yeyirdi, amma azarkeş baxımından Neftçi Qarabağı apardı da 1-0. Onu həmişə kimi də. Apardı Yəni, deyəndə və- ki, Orada Baksana dayanmadılar. demək olar ki, hər dəfə dolur. Yox. Demək olar ki də 3-4 min ən azı gəlir. Onsa çoxlu Qarabağın azarkeşi, amma Neftçinin azarkeşi oyundan qabaqki performans, Oyun vaxtı, ortasındakı, oyundan ondan sonra sonraki ümumiyyətlə yəni çox hətta mən Neftçinin Instagram səhifəsinə girən baxıram Neftçi nəsə post edir Qarabağ azarkeşi olsun. Hətta Neftçi azarkeşi yazır ki, gedin o tərəfə də bu bizim territoriyamızdır. Bura nə gəlmisiniz? Gedin öz territoriyamızda. Yəni o qədər şeyləri Şahlı yazı gözdə bizimki də post parçasını geyiriyor. Azərsun arena dolur Qarabağın oyunlarında. Yox, heç dolmur. Mənim demək istədiyim neytral bir azarkeş kimi deyirəm 27 ildir mən ilk dəfə də Azərbaycan Premyer Liqasının oyununu izləyirəm. Başa düşüləndir. Neftçi daha köklü klubdur. Elə bil Neftçi Qarabağ bir növ şeydir Manchester City, Manchester United. United illərdir dominant olub, son 10 ildə qonşu gəldi, dominantlığını göstərir. Vəziyyəti alıb. Samir Abbasovun bu oyun və bu nəticədən sonraki çıxışı mənə bilsən nə effekti verir ki, okey, stadionda bir yeyə bilmədim mən. Görüm buradan nə xal toplaya bilirəm azarkeşdə. O söhbəti eləmək mənə biraz loser işarəti kimi göstərdi ki, onsuz da bəlli məsələdir ki, ölkənin totalında Neftçi azarkeşi daha çoxdur. Məşqçi biraz azarkeşi arxasına alıb xayp yığmaq əvəzinə məşqçi baş-baş alıp meydanda nəsə göstər. 2021-ci ildə sonuncu dəqiqədə 91-də ya da 92-də Ahmed Ahmedov vurmuşdu qolu. O çempion olmuş Neftçi son turda. Orada çılğın sevinirdi Samir Abbasov. Qurban onu göstərdi. Elçin Rəhmanov da çıxıb gəlib belə gülə-gülə gəldi. Heç olmazdı bir dəfə udarıq, gələn dəfə udarıq. Sonra bundan sonra harda Neftçini gördü Qurban. Belə 18-19 gəlib ondan sonra gedir də. Yəni hər yerdə Neftçini yəni utdu da. Yəni bu adam. Başqa söz demək istədin deyəsən sən. Yox, mən onu demək istədim. Sən də yaxşı demisən, biz başa düşdük. Samir Abbasov yəni ümumiyyətlə belə indiki Qurbanov deyək də, məsələn, İmişli 2-2 oynaya bilər. Amma Neftçini görəndə həmişə udur. Yəni onda elə bir ki, hansı bir şey var da. O istək var və öz oyunçularına da bunu deyir ki, Neftçiyə qarşı nə olursa olsun, baxma da Chelsea-nin oyundan sonra gəlmisiniz. Ümumiyyətlə Yankovic də oynamaya bilərdi, Zubir də oynamaya bilərdi. Yəni tam olaraq rotasiya buraxa bilərdi, tam olaraq da. Amma yenə də buraxmadı. Yəni tam İmişli ilə də buraxmadı. Yox, haqlıdır. İmişli ilə baxır, doğrudan çox maraqlı gəldi mənə. İmişli ilə də Yankovic də oynayır, Zubir də oynayır, hamı oynayırdı. Yəni Qurban ümumiyyətlə yəni son oyunlarda 11 ilk 11 düşməsin də. Bu siz oynayırsınız. Formada qalsın. Məncə hələ heyət formada qalsın. Düzgün yanaşmadı. Məncə bundan qabaqki illərdə şey eləyirdi, rotasiya eləyirdi, amma indi tam fərqlidir. Misal üçün Bavariya niyə görə misal üçün Pep Guardiola heç vaxt Çempionlar Liqasını qazana bilməyib? Çünki Pep Guardiola dalbadal neçə ildir 30 tur qalmış çempion olurdu. Orada o Bavariyanın nə bilim akademiyada oynayırdı. Sonra çıxırdılar Barselona, Real oynayırsan da futbolçular neçə həftədə oynamırlar futbol. Tonusda qalmırlar da. Məncə Qurban ona görə futbolçular çıxardı tonusda qalması üçün. Bəlkə də Elvin də oynayacaqdı. Kaç zədələrdi. Elvin də biraz yüngül vəziyyətdə almışdı keçən oyunda. Bəlkə də Elvin də heç oynayacaq. Bəhlul da bəlkə də oynayacaqdı. Çünki kiçik zədələr var deyə ona risk eləmədi. Milli fasilədir də bu da. Amma nə yaxşıdır ki, yəni misal üçün bəlkə də Samir Abbasov düşündü ki, Qurbanov məsələndə Abubakar üstünə bir dənə personal ataka qoyacaq. Personal müdafiəçi qoyacaq.
Düzdür, Medina hər tərəfli yedi onu, amma yəni o man marking deyil də, sadəcə Medina prosta hərdən bir gördü, Abubakar gəlir, sonuçta topsuzdur, niyə buna? Və Qurban bunu etmədi, bəlkə də ona görə Samir Abbasın planı alt-üst oldu ki, o fikirləşirdi ki, məsələn, dayaq yaran müdafiəçi gedəcək Abubakarın yanına, amma dayaq yaran müdafiəçi heç qoyma deyildi Abubakar, heç yerə getmirdilər, Abubakarı ümumiyyətlə heç kəs saxlamırdı, çünki Abubakar olsa top düşmür. Yəni Qarabağ çox başqa səviyyədə. Yəni Qarabağ artıq nə bilim Belçika çempionatında oynamalıdır, nə bilim Türkiyə çempionatında oynamalıdır, bəlkə də Hollandiya çempionatında. Qarabağ o səviyyədədir. Qarabağ Azərbaycan deyirəm də Qarabağ 6 nəfərlə çıxsa yeni Neftçini udar, İmişlini udar, Turanı udar, yəni hamını udar. Yəni 6 nəfərlə. Yəni Qarabağ baxıram ki, məsələn yetkin komandadır da. Qarabağın oyunda Azərbaycan çempionatına baxanda elə bil ki normal bir Premyer Liq oyununa baxırsan, Bournemouth oynayır elə bil. Nə bilim Crystal Palace yetişmiş komanda oturur. Bizimkilərdə məsəl üçün Sabahın ya da məsəl üçün Musa ilə olanda Sabah əla futbol oynadı. O vaxtı o vibe verirdi. Murad Musa deyirəm. Muradın vaxtında əla vibe verirdi. Çünki çox Avropa sayağı ataklar elirdi. Neftçinin oyunçularına baxırsan ki, bunlar Avropa sayağı oyunçulardır. Amma hücumlar, nə bilim, Aziya sayağı. Hə, Azərbaycan sayağı hücumlardır. O bizim milli oynayır, hansı Portuqaliya ilə zadla gücbanın hansı bir ataka çıxırıq. Bu Neftçi hələ də belə oynayır misal üçün. Yəni Turan deymişlidir. Onlar hələ də Azərbaycan səviyyəsində oynayır. Qarabağ nə bilim brat. Qarabağ oyunu yaza bilirsən. Rusca imişli yaza bilirsən. İmişli, İvitorişli. İmişli, İvitorişli də. Keçən növbəti şeydə o neydi ki mən? Rus dili bilmirəm. YouTube reklamı kimi girdim, çox danışdıq bundan. Yuxarıdan tapşırılır çox danışır. Buradan fürsətdən istifadə edərək İmişlinin SMM Bəli, möhtəşəm. Mən də fürsətdən istifadə edirəm. Numero 1. Sən yenə kimə salam göndərsən? Azər, salamlar. Keçən dəfə alınmadı, amma bu dəfə Azər kim deyirlər? Kart atır. 5 manatdan salam göndərir. Amma İmişlin bir də Instagram səhifəsinə girib. Səriyyədir. Pik qaqaş partdadır da bratda. Azərbaycan yumoruna töhfə verir. 100% brat. Yəni qaqaş partdadır. Keçək Dumanlı Albiona. Bizim Premier Liqada 100-cü oyun var idi. Bu tərəfdə Pep Guardiola 1000-ci oyununa çıxdı. 1000 oyun nə? Bəli. 1000 oyun, 716 qələbə, 156 bərabərlik, 128 məğlubiyyət. 2.4 milyardda xərclənmiş pul. Allah bayılamaq. Statistika şöbəsi. Nəsə gəlin birinci City Liverpool oyunundan danışaq. Arne Slot, ümumiyyətlə Liverpool 2011-ci ilin aprel ayından etibarən ilk dəfədir ki, bir Premier Liqa mövsümündə arxa-arxa 4 səfər oyunda məğlub oldu. Və 2025-ci ildə 15-ci məğlubiyyətini alır. Bəli. Amorim 14 dəfə məğlub olub. Arne Slot 15 dəfə məğlub olub. Bəli, 2011. Gözəl təşəbbüs. Statistika şöbəsi işləyir. Mən oyuna baxdım. Düzdür, həmin gün baxmadım çünki həmin gün mən Lülpiyan idi. Sən indi də pis olsa açıq. İndi baxmaydayam mən. Yox, mən oyuna sonradan baxdım. Bugün işdə biraz bekarçılıq idi. Yandırdım, baxdım tam olur oynadım. Saminin müdürü baxırsa istərərə tədbir görsün. Müdürüm Azərbaycan dilini bilmir olsa. Zor. Aslında biz Cəməl Azərbaycan danışmırıq o sizdə. Neysə, evdən getdim. Mən baxdım, yəni gördüm 3-0 axşam. Dedim ona görürsən nələr baş verir bu oyunda. Yəni bu oyunda demirəm ki, City zəif oynadı ya da məsəl üçün Liverpool öz şey elədi ki, Liverpool udmağa layiq idi. Yox, Liverpool udmağa layiq deyildi. Liverpool ki, heç nə eləmirdi. Amma düzdür 3-0-dan sonra Liverpool biraz 2-0-dan sonra Liverpool biraz qızışmışdı. Sadəcə City-nin qollarına biz baxsaq, penaltidən tutmuş. Yəni Mamardaşvili orada penalti yox idi. Niyə yox idi? Amma çıxartdı da hər dəfə. Hər nəysə. Penalti yox idi. Oradan çıxartdı. İkinci gol. Kanate ilə kimi tərifləyirik? Allah ya. O dəfə Bradley-ni o qədər tərif edən Çempionlar Liqasında. O Vinicius-u 20 qoymuşdu cibinə. Qardaşım, Doku'da oyun alındı. 10 plus dribling elədi Doku. Doku deyil. Onlar qabaq bunu azar eləmişdi. Hə, o ilk adam neçə ildə? Brat, Doku Bradley-ni sürüyürdü. Bradley bilmirdi. Təkərə düşmüşdü. Hə, zarafat. Mənə çıxıb Kanate işte qamış yeyəndi o bilin. Kanate hansı gələn sezon Real Madrid-ə gedəcək. Liverpool 10 manatlıq vurub bu sezon yola verir. O bu oyundan getməyəcək. 100%. Ondan sonra Upa Maguire getsin. Bu oyundan bu oyundan uzağı Milan. Maksimum. Bir dənə statistika oxuyum ki, birinci hissədə Donnarumma 10 dənə pas tamamlayıb.
Virs cəmiyyətidən pas. Yaşda qəşəng bomba. Bu nə deyirlər, bu biabırçılıq deyirlər. Birinci tərəfdə City yedi. Amma yenə də City'nin vurduğu qollar, yəni birinci şeyində Haalandın vurduğu qol. Orada Kanté topu necə çıxarda bilmir. Amma orada heç gözləmədik Haalandı. Hə, oradan vurdu o oyuncu. Çünki top gəlir Kantéyə. Kanté niyə belə eləmir, niyə belə eləmək istədi? Mənə çatmadı və belə eləmək istəyəndə Haaland top dəydi, girdi. Haaland məncə vurmaq da istəmir. Haaland prosta tullandı da Niko topa. Gonzalez'in qolu özü də mənim. O əslində Mamardashvili götürə bilər. Yox, o rikoşet var idi. Rikoşet var idi, amma çox da uzağına getmədi. Yenə də bax gözləmirdim. Bildim, reaksiya söhbəti var da. Mamardashvili də yəni 1.80 boylu bu qapıçı deyil, yəni uzun qapıçı. Top adam deyil özdə. Hə də top Van Dijk. Yəni City-də, yəni demirəm ki, City götürdü başlı bir oyun göstərdi, amma City nə etdi? Hamısı alındı. Hər şey alındı. Bir dənə Haaland penalti vura bilmədi sadəcə. Amma Liverpool nələr edirdi? Heç də andıra bilmirdi. Qapı boş qapıya vurmadı. Salah tək-tək vuramadı. Salah tək-tək vurmadı. Bax o Yəni çox belə momentlər oldu ki, yəni lazım belə çox непонятно derbi idi. Yəni Saxta bir aya çıxır gedir. darıxdım. dekabrın 18-i Afcon başlayır. Ümumiyyətlə Biz yanvarın. fikir verin, bu sezon top 6 derbilərin heç biri o qədər də sən deyən maraqlı olmur. Yo, Tottenham'la oynamaq. Klasiko. Top Real- 6 derbilərin deyirəm mən. Yox, Premier Ligada. No. Hələ Premier Ligada ancaq Tottenham Chelsea bolmeni. O da oyuna görə yox, davaya görə bütün gün dalaşırdılar. Oyun boyu dalaşırdılar. Bir əvvəl başlayan kimi, yox, çempionat başlayan kimi Tottenham ilk oyun kimi nə oldu? City nə oldu? 2-0. Bayağı maraqlı oyunlar oldu. Fasilədən sonra da olacaq Arsenal Tottenham. Nəyə maraqlı? Pepe qoydular görə sənə maraqlı. maraqlıdır. Sənə bir Sən daha ləzzət eləyən. Tipə qoydu. Bəs Van Dijk'ın offside epizodu. Asaydı. Çünki Robertson orada aktiv idi. Yəni əyildi. Pasiv deyil. Hə, Robertson əyilməsəydi, məsəl üçün, amma əyilməsəydi bəlkə top pasiv olar. Hə, əyilməsəydi pasiv. Yox, əyilməsəydi aktiv olardı. Burada əksinə işləyir, brat. Əlbəttə pasiv əyildi. Tərsən. Nəysə, Liga-dan çıxaq. Okey, onda keçək növbəti sıxıcı top 6 derbisinə. Spurs Manchester United. Spurs Manchester United. Manchester United Sunderland oyunu ssenarisi 1-1 eyni oldu. Yəni Tottenham indi şey oldu, amma United eynidir. Qələb üstünlüyü şeyləyir, qoruya bilmir, sonra məğlubiyyət halına düşür, bir tər bərabərliyi alıb 70 dəqiqə mən bu oyuna baxdım. 70 dəqiqə. 3 gündə bir oyun idi. 70 dəqiqədən sonra canlı. Çünki West Ham'ı gözləyirdim də, sonra West Ham Burnley başlayırdı. Hə, 70 dəqiqə mən bu oyuna baxdım. Çevirdim ki, West Ham başlayır, falan ora bura. Londonda Yox, xana düşdü. West Ham ilə başlamır. Mən yatdım 70-ci dəqiqədə mən yatdım. Görüşən yoxlayıb. O qədər maraqlı idi. Mən yatdım. Mən yatdım, durdum görüm 2-2-dir. Bundan oynadılar, 30 dəqiqədə oynadılar. Axırda ancaq oynadı. 30 dəqiqə, 20 dəqiqə. 5 dəqiqə 2 dənə qol vurub. 5-6. Yenə Richarlison qol vurdu. 90+1-də Mayklanı vurdu. çıxartdı zat. Sarı kart Keçən ildə belə aldı. şey var idi. 90+4-də də Delict vurdu 2-2. Keçən ildə Liverpool belə vurmuşdu. 4-3 axırda Jota 95-də 96-da 4-3 elədi rəhmətli. Bəli. Yəni belə maraqlı tur deyildi. Maraqlı tur mənim üçün idi. Çünki West Ham ardıcıl Yox, ikinci qələbə United qazandı. oyunundan mən onu deyə bilərəm ki, əslində United haqqında danışası bir şey yoxdur. Sezon boyu United nə problem varsa, yenə eyni problem davam eləyir. Amma uduzmur. Amma uduzmur. Onu saxlaya biliblər. Əsas məsələ odur ki, heç olmasa bir halda olsa götürürlər. You shall not pass. Hə. Casemiro oyundan çıxdı, yerinə heç kim girmədi. Ugarte ilə Ruh Kasper kimi fırlanırdı ortalıqda. Şeşko zədələndi. 10 nəfərlə oyunun axırını bir tər fırladılar. Plus da brat, yəni mən biraz Sunderland haqqında danışacağam. Tam səviyyədir, çox Ha, səviyyədir. indi oradan keçək. Ümumiyyətlə bu tur La Liqanın lideri Xaltirdi, Serie A lideri Xaltirdi, Bundesliga lideri Xaltirdi, Premier Liga lideri Xaltirdi. Sən demişkən, bax məsəl üçün biz keçən həftə Türkiyə lojada liqasında Brentli-ni təriflədik. Brentli təriflədik. Çıxdı. Arsenalın dünya dağılıb nə olsa Samir Arsenal təriflədi, Arsenal Xaltirdi. Dortmund şeydir, Bavariyanı təriflədik. Bavariya getdi 16 oyundan sonra Ulan getdi proqnozu ancaq Xaltirdi. Qarabağda tutur, onu bilin. Yox, maşallah dediyimiz 2 gün yaşamır. O qaqaş şeyi çəkib düz gedir bir yolda şeydə. Nə də deyir, bu Çanqan qaşay maşını lan. Arxadan gəlib keçirdirlər. Prosta Bavariya okeydə indi olur. Ya Arsenaldan danışaq, Premier Liqanı qutarır. Arsenal 2 dənə qol buraxdı. Broby çox əla vurdu. Broby O qolu çox özdə əla onun idi. şeyin yerinə aldılar da. Chelsea Kivini geri çağırdı. Çağıran kimi getdi Ajax-a. Bax, Yes. komanda var belə olur da. Premier Liqanın pul problemi yoxdur. First brat Legris əla Pul məşqçi. nə qədər lazımdır? Legris 4-cü yerdə də çox hazırdır. əla 19 məşqçidir. falları var. Və sizcə Arsenal indi büdürədi burada 2-2 oynadı. City çempion olacaq. 100%. Mən Arsenal olsa çempion olmayacaq o. sezon əvvəlində demişdim City. Məndən soruşanda deyirdim City. İndi də City maşallah malades.
tutublar. Yo, Zədəllər də qayıdı. Ümumiyyətlə başqa izləyiciləri bilmirəm. Biz kollektiv olaraq Arsenaldan zaten çempionluq yox, büdrəmə gözləyirik. O da büdrədir yəni. Mən istəyirəm ki, Arsenal çempion olsun. Prosta istəmirdim ki, Siz Arsenal deməmişsiniz çempion olsun. Mən Arsenal demişdim. Sən Liverpool demişdin. Hə. Mən Arsenal demişdim çempion olacaq. Prosta Bravo. Yadında da deyil. Tottenham. söhbət nə söhbətdir? Yəni Arsenal məncə Sunderland'ın oyun Arteta üçün biraz belə bir zəng oldu. Tin. Yəni sən müdafiədən nə qədər oynasan da, yəni hansı belə komand tapılar və topu sənin qapıya soxacaq da, yəni də istər-istəməz soxacaq. Topu qapıya. Yes. Və məncə bu bir siqnal olacaq və City уже yaxındadır. Düzdür, Arsenal 4 xal. Cəmi 4 yes, xal. fikirləşə bilər. City üçün 4 xal, Pep üçün 4 xal heç nədir. Arsenal üçün 4 xal heç nədir. Və hesablasaq ki, bir Arsenal City oyunu da hələ qalıb liqada. Sağ ol. Arsenal Liverpool'a da uduzmuşdu. Yəni böyük oyunlar biz saysan. Prosta Arsenal bəxti gətirmədi ki, Liverpool heç olmasa heç eləsəydi Arsenal. Bu mövsüm top 6 komandalarından bir United tutub da City ilə bərabərə qaldılar. Liverpool uduzdu da. Tottenham'da oynamır. Chelsea Tottenham'da da Manchester oynamır. nə vaxtdan top 6 komanda olub? Təzəlicə. Top 6 komandası da Manchester United. Update elədilər. Ha 14-cü yer tutub Manchester. Total olaraq top 6 derbisində United var da. Bu ingilislərin marketinqidir bura. İngilislərin marketinqidir. United Arsenalda Aston yaxşı Villa futbol oynamışlar. Aston Villa'dır. Aston Villa Bournemouth top 6-lıq var. İndi belədir. Aston Villa Bournemouth demişkən Orada İraolanın üstündən keçdilər. Bəli, Unai Emery ümumiyyətlə bu futbola qarşı antidotu var. Pepdir, Luis Enrique'dir, Kompany ilə də qarşılaşsa, Aston Villa misal üçün Kompanyaya qarşı oynasa, Maresca'dır, yəni Aston Deyirsən, ancaq onlarla oynayıb. Hə, Unai Emery Pepin tələbəsi ilə. Neçə oyunda onların ilk 5 turu 5 xala 4 xala falan var. Çox zəif. Sonra Sonra qalxıblar 9-cu yerdə. arxa-arxa 3 qələbə, bir Pis dənə pas City yediler. uduzdular. 5 oyunda bir gol top vurmuşlar. Çünki qapıya. Rodgers yox idi. Rodgers yox idi. Bu incə zədəli idi. Hamısı zədəli idi bura. Gəldilər isə o City-də vaxtda zədəlilər qayıdı. Hamısı Çerkidə qayıdı, Marmuşda qayıdı, Zaşnikdə. İndi görək nə olacaq da bura. Çünki ümumiyyətlə Unai Emery İspaniyadan gəlib və ona Premyer Liqada sən İspan futbolu təklif edirsənsə, o İspan futbolunu yeyir. Məsələn, o birisi məşqçilər o İspan futbolunu bacara bilmirlər, amma Unai Emery bacara bilirdi. Ona görə rahatdır. İraolan da belə rahatçılıqla. Açığı mən oyunun sonradan icmalına baxdım, amma istəyirəm ki Sən bu həftə oyuna baxmamısan deyirsən. baxmışam. Toyluq ona. Amma West Ham'a baxıb. yox, amma istəyirəm ki, yəni gedim təzədən baxım oyuna. Çünki mənə çox maraqlıdır da görüm Unai Emery necə qalib gəlib. 4-0 çox böyük hesab. Analiz videosu gələcək oyun haqqında. Bir Kəş nəfər- İraola həmin videoya baxar. Bizi paylaşırlar. İraola mention edirlər. Özdə o tərcümə ilə sən tərcümə qoymuşdun. Ne o? Köhnə rus qasidlərin Privet Joe, ты мне должен пять. Ən büyük bir sözədir Murat. Yəni məndə səsi o ingilis dilində çıxır hərdən bir bizim reelslərimiz. O da belə çıxıb. O YouTube avtomatik eləyir. Hə, Ələkbər nəsə danışır. Mən baxıram ki, Korçenko Ələkbərdə səs başqa yerdən gəlir. Dedim bəlkə mən səsi baxıram indi nəsə it's more expensive pools transfer money şeyləri. Ay tam Orada bağlayıram ki, Ələkbər başqa şeydən danışır. Bu money, trade, zat, nə dəxlisi var futbola? Mən sənə bir sualım var. Sezon başlayandan sən mənə bu FIDA ilə bizim futbolun podkast çəkdik ki, belə yekə danışırdın ki, Real Elçedir. Odur, budur. Belə komandalarına xal itirməyəcək. Valladoliddən xal. Valladolidin adıdır deyə də bilmirəm. Rayo Vallecano. Rayo Vallecano ilə də 0-0 oynadı xal. Rayo Vallecano hamıdan xaldır. Bu heç. Amma yəni variant El Clasico utdu da. O Zamişen'e getdi orada. Orada utdu, burada bir xal, 4 xal. Əla. İsi var ya, isi. Hər oyun Barcelona keçirdir bir dənə, ya pas, ya gol. İndi dedim amma burada da nəsə eləyəcək. Heç də eləmədən oyunun oynayır qaldı. Yox, Rayo Vallecano Emin belə olar o işte yaxşı. Rayo Vallecano belə komandalarla ümumiyyətlə top komanda yaxşı oynayır. Ümumiyyətlə derbidir o. Real Madrid derbisi. Həmişə Rayo Vallecano Real Madridə qarşı biraz. Amma mən Nəyin hamısına qarşı? Barcelona Real Madridə qarşı çünki burada bir sənəcə aristokratlar Rabochi klasa qarşı oynayır. Yəni ona görə də bu Vallecas rayonu İşçi da qüvvəsi. üzr istəyirəm. Yəni burada Vallecas belə deyim də rayon qaqaş. Hə, ona görə də Rayo Vallecano rayon sözündən götürürəm. Hə, yəni demək istəyirəm ki, bu girib baxsan translatedə təcrübə tamam başqa şey. hə, yəni bu komanda həmişə özünü cırırdı da. Yəni Atletico'ya da qarşı, Real'a qarşı, amma Real'a dağa çoxdur. Yəni belə antipatiyaları var. Ona görə də gözlənilən idi ki, burada çətin olacaq Real'a. Amma Real hal itirdi. Bu çempionluq mübarizəsində daha da gərginləşmə var. Bəli. Çünki 4-2 qalib gəldi. Villarreal da yaxşı gedir.
Atletico yaxşı gedir, Babat bir mübarizə gedir. Lewandowski Səviyyə. halaldır. Bu yaşda çıxdı, yenə də hat-trick edirdi adam. Uzadan Əslində mən Celta-dan daha yaxşı performans gözlədim. Çünki Celta 5 oyunda abadal uduzmur. 2-2 də mən bilən hesab edirdim. Ha, sonradan Sonra belə 4-2 oldu. Yəni qat mod açır. mən gözlədim ki, Barselona daha çətinlik, çox çətinlik. Amma Barselona çox rahat oynayırdı. Düzdür, indi Celta 2 dənə gol vurdu, amma Barselona müdafiəsindən 2 gol buraxmaq uca normaldır da. Belində də 90 Hə, dəqiqə başlamış. başlamış. Keçən mövsüm gəldi 4 dənəsini vurdular. O 2 dənə buraxdılar, 4 dənəsini vurdular. Yəni söhbət prosta mən Celta-dan daha yaxşı oyun gözlədim. Qısaca oyuna baxırdım. O Ne? sizə Senden video çıxan atmışdım. Aha, bu. Şeyin Barcelona zaştası. Stewartlar diyamla belə cəmaət keçir aralarından. Yəni tutmayıblar da. Ümumiyyətlə- Prosta diyamla. Bu sezon Barcelona oyunlarına şot yazacaqsa minimum 2 Boş, gol nəzərdə hə? tutsun. Boş şey. Boş edirlər. Müdafiəçisiz oynuyor. Boş deyirlər onlar. 2-5 boş. Seriyadan nətər idi işlər? O seriyada bir dənə oyun al. Seriya 6-cı Bir dənə oyun al belə 6-cı gün oldu. 4 dənə Hamı keçəsə içi onlardan oynadı. 3'ü 0-0 oldu. Balonya hal aldı. Bologna udmalıydı. Biz dedik də Hə, Balonya bəli. Napolidən hal Dəqiq aldı. aparacaqdı. Hal apardı. Conte hocamız 3 oyunda gol vura Ya, bilmir. Yəni Kondo nəzərdə. hocamız ondan başqa da onun əsas silahdaşları deyim De Bruyne, bir də Lukaku olmayanda o ki De Bruyne Pakrava çevirdi. İndi De Bruyne yoxdur, çox böyük bir problem yaşayır. Bəli. Və De Bruyne'nin çox güman olmayacağını ki da- yanvara kimi də bu problemlər De yaşanacaq. Bruyne'nin olmayacağını da biz keçən il burada yayda transfer olanda mən demişdim ki, qardaşım 3 ay. 3 aydan sonra bu adam bir 7-8 həftəlik gedəcək. Qayıdandan sonra bir dənə də 7-8 həftə gedəcək, sonra olacaq aprel ayı. Deyirlər ki, ay bilə, De Bruyne olsaydı, Çempion idi ya. Şərin Napoli qoyardı. Amma Lukaku oynamır da bu Lukaku adam. Bu adam Watfordda qayıtmalıdır. başını bıraxıb bu Lukaku. Yəni məncə Napoli qopacaq biraz Qopdu, yuxarılardan. Napoli getdi. Çünki Bolonya'da heç də İtalyano. Hə, Vincenzo Krasavçı İtalya çıxdı, yəni. 17 yaşında qapısına çıxmış. Amma məncə İtalyanın Qurban Qurbanova da Pessina. Vincenzo İtalyandır. Çünki o cəmaət gedir, gəlir, amma Bologna yenə də həmin oyunu oynayır. Komoda sözüncü Komoda mən Komoda gözləmirdim ki 0-0 udmayacaq. Çünki Cagliari udmalıydı. Komoda bir tər Yox da komandadır. belə qəşəng Belə Siz top Allegri-dən danışın. Milan niyə 2-0 eləyir, sonra gedib müdafiə müdafiə oldu? Belə lazım yazıq idi. bədbəxt. Belə lazım idi. Niyə? Belə Çünki çempion mən deyim. olur. 35 oyundur. Bəli. Yox, qoy deyim Bizə bəs. yaxşı. Bütün hamı gözləyir ki, sol tərəfdə oynayacaq Bartezagi. Çünki adam Mən formadadır, də onu adam dedim də. yığışıb, adam zordur. Estupiñanza'dan qayıdan kimi Lang ilk 11 2 qolda sağ olsun. Cındırdı o Pərviz Estupinan. Çox cındır on. Çox tupoy oyunçudur. Ümumiyyətlə, IQ aşağıdır. Mən IQ-dan başqa bu biz Ekvadordan narkotrafikdən qaçan bir cındırdı da belə. Kim olub? Lirikanın çörən arasında yeyən belə. O da hələ. Hələ Bu qobraları silmə. O şimdi nəysə. Bu belə bu dalbaya şey. Evet, Angava. Bu Angava soruşur kimdir? Perviz Yamal Estupinan. atasıdır bir də o. Bax Angava, Perviz Estupinan. Bax o neyini? Bax Teo Hernandez kimi oyunçu çıxıb gedib, onun yerinə bu Kazolu gətiriblər. Abi abırsızlıqdır konkret. Bu Milanda məndən soruşsalar 4 dənə ən bədbəxt transfer hansıdır? Birinci yerdə Camil Mesba, ikinci yerdə Emerson Kevin Royal, Constant. o da bu legendadır. O 5, 5. Kevin Constant, Çox deyil. Ricardo Rodriguez, 5-ci Pervis Estupinan. Ricardo Rodriguez bu komandanın kapitanıdır. Yəni ağasıdır da başa düşürsən. normal. Onlar hada o səviyyədə, onlar yanında demirlər. Ancaq oyunçuları söyləyirlər. Murat, elə Ha, deyil. Adam individual sən, yox, Sən sən qardaşımsınız mən. Qulaq asın. Evet, sən Estupinan- Deyən. Mən Estupinan Brighton-da görmüşəm, bomba kimi də müdafiəçidir Milanda Brighton-da. görmüsən? Milanda da görmüşəm. Parmada onu görmüsən, necə buraxıb qolları Milanda? Qulaq as mənə. Milanda qulaq asıram Allah bir buraxdı qollar buraxdı. Səhv elədi. Okey. Amma Milan 2-0-dan sonra 90 dəqiqə müdafiədə Sən oturmamalıdır. qolu bilən bax, 45-ci dəqiqədə Yox, nə qol buraxır? orasından razıyam. Ola Yox, bildim o də. da razıyam. Ay yox, Sən gözlə bir dəqiqə. vurmalısan, Milan 20 momentdə yox idi Milanda. 3 dənə 100% moment. Salim Marquez özünü Pele hesab edir. Ay qardaşım- Gözə Suzuki-ni keçir, o birisi keçir, Vuşvarı oturur. Qardaşım, söhbət momentdən getmir. Moment yaratdı. Moment əlbəttə ki, yaratmalıdır mı ya? Sən dominasiya edirsən. 2-0-dur. Parma yoxdur meydanda. Sən niyə Parmaya top Bura verirsən? bir dənə sən söz Ya deyim. Estupinan Realizasiyada bu İtalyan deyil qardaşım. O Tupiyandır, müdafiədə otura tupoydur, bilmir. tupoydur. Baba, bu il Milan qədər vəziyyət yaradan yoxdur şeydə, Hə. seriyada. Vura bilmirlər. O da nədir? Bir dənə Santiago Jimenez var, türkün məsələ ortada. O da yoxdur. O da yoxdur. Yox kimi bir şeydir. Bizdə Nukunku. bir dənə Yox kimi şey normal- yox idi. Hə? Akşi. Bildim də, yox idi. Nukunku. O da oynamır. Qardaşım, mənim sualım odur ki, mənə çatmır. Niyə görə? Okey, sən misal üçün Juventusa, Interə, Barcelonaya 2-0 sazlaşdı olsan, mən sənə başa düşərəm. Parma ilə, Pizza ilə sən niyə müdafiədə Yox, oturmalısan? Pizza- Pitsa'da kimi müdafiədə Yox, oturur? yox, Pitsa'da otursa- müdafiədə oturmuyor. Otursa belə momentlər çox idi. Realizasiya olmadı.
Yəni Bax, Milan çox ümumiyyətlə, epizod ümumiyyətlə yaradı. Parma elə mən demirəm ki, Parma zordur, amma Parma ümumiyyətlə keçən mövsümü Napolinin çempion olan komanda elə Parmadır. Kim onun vaxtında. Inter'i də Milanla heç oynadılar. Juventus'a qoydular. Inter'i 0-2-dən 2-2 elədi. Napoli'dən 0-0. Heç bir lider uduzmadı öz meydanı Parma. Parma çox döyüşkən komandadır. Amma yenə də Milan əlində idi. Bu 2-0 udurdu. Polni hər şey eləyə bilərdi də. Yenə də o həmin Estupinan bu səhvi eləməsəydi, bu olmayacaqdı. Mən 100 əmin edirəm. Birinci səhv edirəm. Demək istəyirəm, Estupinan kimi bir adam məncə komandanın ikinci yox, üçüncü sastavında getməlidir. Layiq deyil oynamağa. Bəli, indi Samir deyir ki, yox, siz Allegri-ni nə şey eləmirsiniz. Allegri-nin bir tək səhvi bir sənədir ki, skameykası çox balacadır. O da Bəli, 21 birbaşa nəfər adam var. onun problemi çünki özü almayıb oyunçuları. Deyir ki, mənə 22 oyun, 22 özü Vlahovic üçün daha var yoxsa işdə qoydu almadı. Vlahovic var yoxsa özü yox. Vlahovic yapışıb Vlahovicdən. Rabionu gətirdilər axırıncı momentdə. Rabionu necə gətirdilər? Axırıncı momentdə. Cremonese qoydu Milana, ondan sonra Yox, dava eləməsəydi şeylə, o Rovde nədir, heç gəlməyəcəkdi. Başa düşdüm. Yenə də nə vaxt gətirdilər? Haçan ki Milan çıxdı, evdə Cremonese uduzdu. Adamın əlində sözü oldu ki, əxi mənə Rabiot lazımdır. Bu adam da bir sənə şeylə yanaşır. Deyib ki, mənə lazımdır ki 17 oyuncu olsun. Çox amma adam. 17-də klass olsun. 22 nəfərdir, onlardan 11-i şeydir, zədəlidir. İndi Rafael Leao zədələnsə nə olacaq onda? Qayıtdılar da qayıtdılar. Kim qayıtdı? Napadaş yoxdur. Jimenez qalıb. Puls qayıtdı da. Təzəcə qayıtdı. Birinci İndi oyuncu. qayıdan kimi Rabiot yoxdur. Rabiot yoxdur. Jimenez olmayacaq. gəlir. Hara gəlir sən də gəlir. Hamısı sağalıblar. Həri. Gələn verdik bura gəlirlər. Bunlar Bir dənə sual verim üzr istəyirəm. Brighton-da Estupinan mən səhv xatırlamıramsa işin müdafiə hücum fazasındakı özəllikləri ilə qabağa çıxır da. Sən O ancaq bunun üçün lazımdır. Ay yaşa. Bu adam zaten defansif özəllikləri ilə fərq yaratmır. Ən yaxşı vaxtında belə. Üzünə də yoxdur. Yox, qulaq as, qulaq Başa as. düşdüm. Bir sənə. Bu adamı sən defans işində niyə istifadə edirsən? Bə, nə 3-5-2-də oynayır. Sol bekdir də. Eyni Brighton-da 3-5-2-də oynayırdı, burada 3-5-2-də oynayır. Eyni deyildi. Açıq. Yox. 3-5-2 də amma eyni deyildi. Potter müdafiə futbolu oynamırdı. Anladım. Bir dənə baxarsınız elədiyi səhvə. Heç nə demirəm. Müdafiədə səhv eləyib. Sən oyunçu qabağındadır. Yəni orada müdafiəçi olmasan belə orada kim olsa İtaliyada Gazeta dello Sport var ha. Ən birinci qəzetdə hansı ki idman haqqında qəzetdir və hər oyundan sonra hər komandada ən yaxşı və ən pis. Milanın bir 10 tur olubsa, onlardan hardakı oynayıb 5-də oynayıb da. Demək olar ki, hər 5-də də ən pis oyunçu seçilmişdi. Gazeta dello Sport tərəfindən. Udanda da uzanda da. Qardaşım, Hətta udanda da. Hə. Allegri sadəcə Estupinyanın səhv istifadə edirdi. Vəsə, qurtardı getdi də. O almamalı idi onu. Niyə Bartezagini? Bu Allegri'nin səhvidir. Ki Bartezagi o oynamalıdır. 3-5-2-də, yəni müdafiədə Bartezagi ondan biraz qabaq da Estupinan oynasın. İndi Bu Allegri səhvdir, başa düşürəm, amma Estupinan oyunçu kimi Amma yenə də layiq deyil o. Amma yenə qardaşım, səndə Modric, səndə Rich zad var və sən Parmanın oyunda 2 gün ondan sonra topu verməməlisən Parmaya. Mən də onu gətirirəm. Modric barəsində biz çox Pep Guardiola ona görə hamı Modric 15 2 oyun dalbadal Pizza ilə də oyunda və burada da ümumiyyətlə Pizza ilə o top itirdi və ona görə də Pizza yox, Atalanta ilə oyunda Modric səhv pas verdi. Ondan sonra Srazu dərhal gol vurdular bizə. O Parma ilə oyunda da dəfələrlə top itiklərinə yol verib. Ona görə də Modric məncə biraz yorulub artıq. Çünki yorulmalıdır qardaşım. 90 dəqiqə 10 oyun dalbada 90 dəqiqə oynayır. Yoxdur, o məcbur oynamalıdır. Yaşar indi qayıdıb da, düzdür. Yaşar oynamışdı, verərdi də Yaşar indi. İndi qayıdıb indi. İndi qayıdıb o oyunda ucu var idi şeydə. Zapasda. Verərdi də Pulisic çıxardı. Bunu niyə çıxartmayıb? O da bax Özə növbəti turda derbidir. Printerin oynayır növbəti turda. Növbəti tur derbi Interdə udub, Interdə yaxşı xod yığıb görsənir. Sən bir dənə sən söz deyim. Heç vaxt o şeydən sonra international breakdən sonra qaydanda komandalar. Sən deyəməsən kim oynayacaq? Mümkün deyil o. Kim orada necə zədələnəcək, kimin nastrensi olacaq, kim vəbşə international break sırf bütün oyunların içində. Ola bilər ki, yəni oyun neçə də qutara bilər. 3 dənə 33-30%-dən sən oyuna çıxacaqsan onsuz. Heç kəs burada favorit deyil şeydə. Nəysə, derbidə onsuz da favorit yoxdur. Sən ver öz proqnozu. Nədir derbi proqnozu? Hələ ki tezdir məncə. İdeal proqnoz. O vaxtda yaxından sonra. İdeal proqnoz. Keçək Türkiyə Süper Liqasında mən bilirəm sən izləmisən. Mən axıra kimi bax. Keçən gün Qərb Ekspresində də biz Süper Liqadan danışmışdıq. Interin qələbəsini də qeyd eləyək bir dənə zəhmət olmasa. Lazio üzərində. Türkiyə Süper Liqasında yaxşı O verir. eləyər. Oyun göstərib Roma ilə Inter apardılar 2 dənə oyunun ikisində. Qalxdılar birinci yerlərə. İndi bu dəqiqə seriyada 24, 24, 22, 22, 21. Bəli, cədvəli burada görəcəksiniz. Bir dənə Juventusdur. Ondakı inşallah Spalletti görək nə edir. Yox. Mən ümumiyyətlə həmişə demişəm ki, bir 5-ci Elazığda düzələcək Juventus. Zor, 5 il yaxşıdır. Mən bəyənirəm.
Davamı gəlsin. Türkiyə liqasına keçirik. Bir sürü Türk çempionatı danışırıq. Ona da baxın. Yox, baxma, sən nə yapıyorsun? Ələkbər abinin bizə dediyisi. Baxmayın bizdən. Bolqariya çempionatında danışa bilərik. Ziya kimi baxasınsa okey. Hə. Ancaq İlkaya baxacağam. Bəli. Qurban Qurban qurban. bir də nə də olsun. Yox, mən isə Yusuf Akgünə baxarsan. O da getdi də 2 aylıq. Yunus. Yunus Akgün. Nə baş vermiş Türkiyə Premyer Liqasında? Türkiyə Premyer Transfer Liqasında ucuzdur uzun müddətdən sonra belə rəqabət valnası yaranıb. Çünki Qalatasaray hal itirdi. 2 tur dalbada halı. Bəli, çünki dünən də uduzu bir Uduzu, ümumiyyətlə. bəli. Tedesco da Fenerbahçəni uzun illərdən sonra Dirçəldi. toparlamağa çalışır. Biz keçən həftə biraz danışmışdıq. Düzdür, orada sən Newcastle West Ham oyunun proqnozlarını deyirdin. Bizə qulaq asmırdı, amma izləyicilər istəyirlər ki, bir 5 dəqiqə də olsa Ələkbər abi öz dəyərli birinci fikirlərini yerdə? versin. Qalatasaray 29, 28 xalla Fenerbahçe İkinci yerdə. ikinci yerdədir. Sonra Evet, 25-dən deyəsən Trabzon 3-dədir. Hamısı boş şeylərdir. İlin axırında yenə Qalatasaray çempion. 4-cü yerdə kimdir onu desən öpərəm səni. Antalyaspor. Dördüncü də, nə bilim. Ankara Gücü. Biz 3-cü liqadadır, məzələn sənsən. Bir də Ankara Gücü. Türkiyə futbolu. Bir də Ankara bilgiləri. Gücü tanıyır o deyir. Sən? Mən valla Türkiyə Süper Liqasında indi danışacağıq deyə biraz Fenerbahçe ilə Qalatasaraya baxmışam. Trabzondur. İmə Samsun Spor bana maçın Samsun sonu Spor var. da. Trabzon 3-dədir də. Konferansda üçdədir. birinci yerdədirlər də bildiyim Dinlər də belə Antalya Spor İndi deyirsən. yadından çıxdı da bilirdim ki, nəsə elə bir şey var. Çox Hadi danışmaq verin də. istəmir ki, İlkay Gündoğan'a fırlanacaq. Tema heyecanlanır. Yox, konferansda birinci yerə 3 oyunu 3 yadımdadır. 3-3. Samsun'da Dörd- dördüncü Gizdol var. bilmirəm. Gizdol'du. O onların treneridir. Yəni malades. İki adam. Hə, Galatasaray da Kocaeli Spor'a uduzub. Kocaeli ümumiyyətlə mən fikirləşirəm ki, Selçuk ilə Kocaeli Spor'un məşqçisi təzəcə gəlib özü. Təzəcə artıq bir neçə dənə qalibiyyəti var. Məncə gələcəyin Galatasaray məşqçisidir. Potensial görürəm orada. Necə ki Okan Buruk gəldi. Hə, potensial görürəm çünki həm rənglər daşıyıcısı dediyim, həm ümumiyyətlə yaxşı bir məşqçi işi görsənir. Dünən məsələn demək Galatasaray əlbəttə ki, bəli, momentlər var, amma açıq-aşkar üstün də deyildi də. Amma Amma Osimhen qolunu saymadılar. Saymadılar, hə. Qol idi. Həmişə Galatasaray əksinə Osimhen danışıram. gedir də qışda o çempionata. Afrikaya. İndi O Fenerpolun çempionu ola İndi bilər. gələn həftə şey adı nədir onun? Gedirlər şeyə bunlar. Yığma komandalarda Öyle oynamağa. mi? Orada da qırğın olacaq. Yəni orada yarı final oynayacaqlar Play-off'da da. Gabona qarşı. Sonra final ola bilsin ki, Abubakara qarşı oynasınlar. Çünki Abubakar gəlir oynayır Kongoya qarşı, deyir Kongo. Orada final orada 100% birini qıracaqlar eləcəklər. Yəni travma ehtimalı Təpiləşmə yüksəkdir. ola bilər orada. hə. Təbii ki, özü Mərakeşdə oynayırlar nəyəsə görə deyəsən. Neytral şey eləyiblər də spesialni. Ona görə məncə travma ilə qayıtsalar o çıxacaq Galatasaray tərəfindən. Ümumiyyətlə oyun baxımından da bu Tedesco Fenerbahçesində ehtimal görürsən 100%. long range-də dirəksin. 100%. Altında Çünki işləməsə məsələn 100%. Mourinho vaxtında mən inanmazdım ki, Fenerbahçe getsin Stuttgart tutsun şeydə, Avroliqada. Yəni getdi Stuttgart tutdu, sonra sonuncu oyunda da Slavia Praga ilə, yox, Viktoria Plzen oynayırdı, hə. Heç Yəni oynadılar bir dənə Dinamo Zagrebə s**lar, amma qalan bütün Avropada. Viktoria ilə heç oynamadılar. Hədə 0-0, yəni mən istəyirəm ki, Yaxşıdır bu səncə? Mourinho olsa bəlkə uduzardılar. Da Mourinho pırçamçıdır. Yox, yəni mən istəyirəm ki, oyun görsənir də. Bu komandada oyun var. Ola bilər, mən baxmıram ona görə. Çempionatda da komanda yaxşı oynayır. Və dekabrdakı oyunda hansı ki bu Galatasaray Derbidə. Fenerbahçe derbidir. Mən belə ki 50-nin 50-yədir. Tam demək olmaz ki, yəni sən Fenerbahçe burada 100% uduzacaq. İstəyirəm ki, bu Türkiyə çempionatı belə də davam eləsin sona kimi. Trabzonspor da poxlamasını biraz qabağa getsin də tupo heç. Fatih Tehkir də o da İspaniya. Fatih dedi ki, giz heç-heçlər oynayır öz meydanda Alanya Spora qarşı. Normalda keçən həftə Trabzonspor, indi də şeydə nədir ona? Kocaeli. Kocaeli, biz Selçuk ilə bir də Trabzonspor ümumiyyətlə hər il 1-2 dəfə Qalatasaraya qarşı dombalır. Yəni bu gözlükdə Amma bu keçən ikisini də donbalmadı. indi 0-0 oynadı oynadılar. eləmədilər. Sağ olsunlar. Tahir Gözləmir. salam. Trabzonsporun əsas rəqibi Fənərdir, onu sözün bilirsən də. Qarşı Türkiyə liqası bütün komandaların rəqibi Fənərdir. Nədir? Sən Düşə də gizli, bilərəm, sən gizli amma- Fenerbahçedə də keçsən də. Mən heç kəsin azarkeş deyiləm. Mən prosta benim Türkiyədə bir dənə komanda, o da Fənərbahçedir. Zor deyirsən. Hə, qəşəng, qəşəng. Xoşuma gəldi. Detek. Hə. Mən də West Ham'a keçid deyirəm də bura. Prosta İngiltərədə bir dənə komanda var da West Ham. Gözlədim ki, Yəni Liverpool mən deyir. məsələn oturub bu il heç bir dənə oyuna baxmamışam da Mən də Fənərbahçeyə. yenə də gizliyim deyirəm də. Hə, də, gizliyim. hə. Oyuna baxsam deyərəm ki, sən həm bir dəfə keçən getdi uşaqlarla Qalatasaray Fənər oyununa baxdıq. Yəni Ora getdin? yox ya, burada çayxanaya gedir. Maksimum adır keçəcək. Bir də O da çay içmək istəyirdi. Təsadüfən oyun edib bir dənə baxdılar. derbi oldu özüm. O 0-0 qutara. Ona mən də baxmışdım. Ya, bu- Ona tərs hamımız baxmışıq. Sən elə çox Sən də biabırçı. baxdın da hamımız. Papdı. Papı da Allah var. İki dənə udarı idim nəsə. Mən də kimisə gözləyirdim baxırdım. Mən baxmazdım. Amma bu Aa, mövsüm 90 dəqiqə oyunun cəmi 47 dəqiqəsi oyun olub. Hə.
2 dənə udar Amma bu vurdular mövsüm qapıya. məncə babat olacaq. Görək də. Belə hər tərəfli notlarla da milli fasiləyə gedək bu həftəlik bu qədər. Növbəti həftə Qərb Ekspresi yoxdur, amma FIDI Azərbaycan demə. O FIDI Azərbaycan da Futbol Barcelona. Rafael Barcelona. oldu. Nəysə Fuad Məmmədovdan Futbolni Plus olacaq ki, gələn həftədə Qərb Ekspresin əvəzinə. Biz də bir həftəlik fasilədən sonra Qərb Ekspresi ilə burada olacağıq. Öpürəm, Güzel, sağ bağrıma ol, basıram. sağ ol. Öpücüklər.